Helikopter vasitəsilə ət yeyən vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə işləri başlayıb. Proses bugün ərzində ölkənin şimal istiqamətində Quba, Qusar, Xaçmaz, Şabran rayonlarının meşəlik və dağlıq ərazilərində həyata keçiriləcək. Peyvəndləmə işləri dağətəyi meşələrlə kəndlər arasındakı zolağı əhatə edir. Məqsəd quduzluq xəstəliyinin vəhşi heyvanlardan ev heyvanlarına və sahibsiz heyvanlara keçməsinin qarşısını almaqdır. Bu təcrübə dünyada son 50 ildə tətbiq olunur. Artıq Avropa və Amerika ölkələrinin əksəriyyəti bu xəstəliyə qalib gəlib. Quduzluq əleyhinə peyvəndləmə işlərinə regionda ilk dəfə Azərbaycan başlayıb. Artıq 3 ildir ki, meşəlik və dağlıq sahələrdə bu proses həyata keçirilir. Yem biriket formasında olan aldadıcı yemdir. Bunun tərkibində vaksin kapsulları var və heyvan o kapsulu götürüb yedikdə dişləyərkən kapsul ağız boşluğunda partlayır ki və bundan sonra heyvan vaksinlənərək immunitet əmələ gətirir. Bu peyvənd vasitəsi zərərsizdir. Yəni bunu ev heyvanları da, digər heyvanlar da yesə, eyni zamanda bu sınaqdan keçirilib ki, bir heyvan bir neçə doza qəbul eləsə, onda heç bir problem yaratmır. Çünki bu virulentliyi xüsusi tərzə qədər azaldılmış virus ştammından ibarətdir. Yemə bənzəsələr də əslində ət yeyən vəhşi heyvanların peyvənd olunması üçün nəzərdə tutulan dərmanlardır. Aldadıcı bu yemlər helikopter vasitəsilə havadan atılır. Proses başlamazdan əvvəl aşağıda yaxın ərazilərdə yaşayan insanları xəbərdar etmək üçün maarifləndirici lövhələr asılıb. Hal-hazırda Qubanın dağ kəndlərinin ətrafında dərman səpmə işləri davam edir. Aşağı hündürlüklərdə və aşağı sürətlə. İşə başlamışdıq Siyəzən rayonundan. İstiqamət Quba ərazisinin dağ ətəklər tamamlanandan sonra Xudat rayonu istiqamətindədir. Ümumi məsafəmiz 70 km-dən artıq olacaq. Ümumilikdə uçuş sürətimiz az olduğu üçün 5-6 saatda çox davam edir uçuşumuz. Vəhşi heyvanların miqrasiyasından asılı olmayaraq müsbət nəticə əldə etmək üçün qonşu ölkələrlə də əməkdaşlıq edilir. Gələcəkdə peyvəndləmənin coğrafiyasının genişləndirilməsi nəzərdə tutulur. Qarşıdakı illərdə proses cənub bölgələri, Küraraz ovalığı və işğaldan azad edilmiş rayonları, eyni zamanda digər ölkələrlə sərhəd əraziləri də əhatə edəcək. Peyvəndləmədə Qida Təhlükəsizliyi Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi iştirak edir. Eyni zamanda işlərin sürətləndirilməsi məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsinə məxsus helikopterdən istifadə edilir. Qasım Xuluflu, Zaur Ağamir, İTV Xəbər.